Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlərimiz. OTK-nın deməli 26 oktyabr 2025-ci il tarixində keçdiyi 9-10 siniflər üçün birinci qrup riyaziyyat suallarının izahlarına baxırıq. Bizə deyir ki, birinci sualda tərs mütənasib asılı olan iki kəmiyyətdən deməli biri 24, digəri 15-dir. Bu kəmiyyətlərdən biri 20 olduqda digəri neçə olacaq? Tərs mütənasib kəmiyyətlərdə biz bilirik ki, deməli hasillər sabit qalır. Yəni 24-ü 15-ə vuranda alınan cavab x-in 20-yə vuranda alınan cavabına bərabər olacaq. Bizim edəcəyimiz 24-ü 15-ə vurub alınan cavabı 20-yə bölməkdir. Cavab 18. A variantı. Aşağıdakı ədədlərdən hansı sonlu kəsr şəklində yazıla bilməz? İxtisarlar etmək lazımdır. Birincini 9-a ixtisar aparsaq 4-də 3 edir, yazıla bilər. İkincini 3-ə ixtisar aparsaq 5-də 2-dir, yazıla bilər. Sonra 3-ə ixtisar aparsaq 8-də 3-dür, yazıla bilər. 36, 15-ə 3-ə ixtisar aparsaq 12-də 5 olacaq. Tərkibində 3 var deyə yazıla bilməz. Elə doğru variantımız E variantıdır. Emil və Kamilin yaşları nisbəti 4-də 3-dür. Aşağıdakılardan hansı onların yaşları cəmi ola bilməz? Demək ki, Emilin yaşını 3x, Kamilin yaşını 4x olaraq götürsən, bunların cəmi 7x olmalı. Yəni ədəd 7-yə bölünməlidir. Bölünməyən ədəd 50-dir. A variantı. Növbəti. Beta bölü alfanın qiymətini 3 bölü 2 verir. Deməli, biz betanı 3x, alfanı 2x kimi götürə bilərik. Bu zaman bunların hər biri digərlə qonşu bucaq olduğuna görə bunların cəmi 180 dərəcə olur. Alfa plus betanın qiyməti bərabər olacaq. 180 çıxılsın 40 ilə onun cəmi 150, yəni 30. Bunların ikisini toplasaq 5x 130 edəcək. X-in qiymətini taparkən olacaq 26. Bizdən istədiyi SOB bucağını tapmalıdır. Yəni alfa plus 40-ı tapmalıdır. Alfanın qiyməti 2 vur 26. 52 üzərinə 40 gəlsə edəcək 92 dərəcə. E variantı. Bizə verir AB-nin qiyməti 6-dır. Deməli, BC-nin qiyməti 4-dür. Növbəti CD-nin qiyməti 2. AD-nin qiyməti 7 olarsa, deməli, X-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. X birinci üç bucağa görə fərqindən böyük, fərqinin daha doğrusu modulundan böyük, cəmindən kiçik olur. İkinci ifadədə isə eyni şərt ödəyir. 7-dən 2 çıxırıq 5 modulu 5, cəmi 9. X-in ala biləcəyi qiymətlər bu ikisi üçün kəsişən hissələrdir. Bu kəsişən hissələrdə X-in ala biləcəyi qiymətlər elə 5 ilə 9 aralığını ödəyir. 6, 7, 8 ədədlərini alır. Bu da edəcək 21. D variantı. Bizə verir, bu ifadə olarsa, açılışında ifadənin qiymətini tapın. Açılışına baxsa, mötərizə daxili ifadənin x, y çıxılsın 3, x, z. İndi birinci ilə ikincinin bərabərliyini yazsa, olacaq x, y hasili 15-ə bərabər. Birinci ilə üçüncünün hasilinə bərabər yazsa, x ilə z-in hasili bərabər olacaq 10-a. Deməli, birinci ifadədə x-dən y-in yerinə 15 yazırıq. Çıxılsın 3 vurulsun, x ilə z-in yerinə 10 yazırıq. 15-dən 30 çıxsaq, mənfi 15. C variantı. Düz üçbucaq öz daxili şoları ilə 8 bərabər hissəyə bölünmüşdür və ikinci və 6-cı hissələrin tənbələnlər arasındakı qalan bucağı tapın. Buna diqqət edib şəkil çəkib görsək, elə bizə birinci ilə 4-cünün arasında qalan bucağı verir. 4-cü, yəni 8 yerə bölüb 4-ünü götürməliyik. Bu da 2-də 1 deməkdir. 92-də 1 hissəsi 45 dərəcədir. ABC-nin ədəd ortası 150, deməli A plus B plus C-nin cəmi 150 vur 3, 450 olur. Bizdən istədiyi M, N, K-nın ədəd ortasını tapmaq. Bunun üçün AB-ni toplayırıq, BC-ni, AC-ni. Diqqət etsəz 2 AB, 2 deməli 2A plus 2B plus 2C olur. 2-ni qarşıya çıxaranda 2 vurulsun yazırıq. ABC cəmi 450-dir. 450-yə vursaq cavab 900. Bizdən cəmin istədiyinə görə, deməli 3 dənə ədəddir. Çünki M, N və K-dan söhbət gedir. 900 3 yerə bölünür, cavab 300. Verilən ifadənin fərqini hesablayaq. Mənfi 2-də 1, mənfi 3-də 2, sonra mənfi 4-də 3. Bu şəkildə davam edir və gəlir ən sonda mənfi 16-da 15 olur. Bunların hər biri digərinin sürəti ilə ixtisarlar gedir. Deməli, burada da ixtisarlar gedəcək. Qalacaq nə? 16-da 1 işarəsinə diqqət edək. Görək işarəsi necədir? Müsbətdirmi, yoxsa mənfidirmi? Yuxarıdakı hissələrə diqqət eləsəz, 1-dən başlayıb 15-ə qədər davam edir. Deməli, tək saydadır və deməli, işarəmiz mənfi olacaq. Cavabımız A variantı.
növbəti suala baxaq. Deməli, alfa beta uyğun tərəfləri paralel bucaqlardır. Demək ki, ya bərabər, ya cəmi 180 olmalıdır. Əgər bu şərt verilibsə, deməli, bərabər ola bilməz, cəmi 180 olacaq. Və buradakı ifadəyə görə, bizdən alfanı istədiyinə görə nə edək? Hər tərəfi 2-yə vuraq, olacaq 2 alfa, 2 beta, vur 2, 180, yəni 360. İndi bunları alt-alta toplasaq, olacaq 3 alfa bərabər 360 ilə 30 cəmi 390. 3-ə bölsək, alfanın qiyməti olacaq 130 dərəcə. Düz bucaqlı. Üç bucaqda tangens alfa, deməli, qarşı katetin bitişik katetə olan nisbəti ilə hesablanır. Deməli, buranı bir 5x, buranı 12x götürə bilərik. O zaman bura olacaq 13x. Bizdən istədiyi nədir? S çıxılsın A. S-nin qiyməti 13-dür. 13-dən çıxırıq 5-i olur. Deməli, 8x sürətdə. Toplayanda isə 18x. X-ları ixtisar aparsaq, 2-yə ixtisar aparsaq 9-da 4 qalır. D variantı. Ədəd 2-də 1, 4-də 3, 5 nisbətində 3 hissəyə bölünüb. Böyük hissənin verilmiş ədədin neçə faizdir? Ədədin özünü tapmaq üçün böyük hissə 5x götürürük. Ədədin özünü tapmaq üçün 2-də 1, 4-də 3 və 5-i toplayıb x-a vururuq. Sonra isə faizlə ifadə edin dediyinə görə 100%-ə vururuq. Alınan ifadəni hesablayaq. Sürət 5x, aşağıda 4-də 25x vurulsun 100. X-lar ixtisar gedir. Deməli, 5-i 4-də 25-ə böləndə tərsinə vuruq, olacaq 25-də 20 vurulsun 100. 25 ilə 100-ü ixtisar aparsaq 4 qalır, 4-ü 20-yə vursaq 80%. 3 rəqəmli ABC ədədi üçün cəminin ən kiçik tam qiymətini tapın deyir. Deməli, 14, 42, 28 bunların əkobunu tapsaq 84 edir. 84-ü 14-ə bölsək, deməli 6 olacaq. Sonra ardınca 42-yə bölsək 2 olacaq, 28-ə bölsək 3 olacaq və ABC cəmini yazırıq. Məxrəcimiz isə 84-dür. Deməli, bunların hər birini toplasaq eləyəcək 11. ABC-yə elə bir 3 rəqəmli ədəd deməli ki, 84-lə ixtisar getsin və 11-ə vuranda cavabı tapaq. 84-ə ixtisar gedən ən kiçik 2 rəqəmli ədəd, deməli 84-ün 2 mislidir. Ona görə bunları ixtisar aparıb 2 yazıram. 2-ni də 11-ə vursaq cavab 22 alınır. 80 qram 30%li məhlula neçə qram su əlavə etmək lazımdır ki, suyun faizini bilir ki, daha doğrusu 0 götürürük. Əlavə etmək lazımdır ki, deməli, şəkər məhlulu 25%li olsun. Əlavə etdiyimizə görə 80 plus x yazırıq, cavabı 25-ə bərabər edirik. Buradan 80 plus x ifadəsi 80 plus x vurulsun 25 ifadəsi bərabər olacaq 80 ilə 30-un hasilinə. 80 vurulsun 30. Deməli, 80 vurulsun 30-u 25-i ixtisar aparanda 8 üçün 24, 24-də vururuq 4-ə. Sonra x-in qiymətini taparkən 4-ü 24-də vuranda 96, 96-dan 80 çıxanda 16 edir. E variantı. Sadə vurğuların ayrılışı şəklində olan A ədədi üçün aşağıdakılardan hansı yanlışdır? 5 dənə sadə vurğu var, yanlışdır. 3-ün üstündə 1 olduğuna görə toplayanda 6 edir. Ona görə cavabımız elə A variantıdır. Bizə verib ifadənin qiymətini tapmaq lazımdır. İlk ən kiçik məxrəzdəki olan onluq kəsirdən başlayırıq. 0,6-nı bölək 0,2-yə. Burada deməli sonuna 0 yazırıq. 20-də 6 olur. 0,5 çıxılsın 20-də 6. 20-də 6-nı onluq kəsirə çevirsək 5-ə vururuq. Olacaq 0,5-ə vuranda. Deməli 30 eləyir. 0,3. 0,5-dən 0,3 çıxanda 0,2 eləyəcək bunların fərqi 0,2. Sonra 0,6-nı 0,2-yə böləndə 3 eləyir. 3,5-dən 3 çıxanda 0,5, 6-nı 0,5-ə bölürük. Bu da 60-ın 5-ə bölünməsi deməkdir. Cavab 12-dir. Gəlin növbəti suala baxaq. Deməli, bizə verib 3 bucaqda deməli, AC CD-yə bərabərdir. AC CD-yə bərabərdir. Sonra DB 3 bunlar bir-birinə bərabər. Demək ki, bura 110 dərəcəsə 180-dən 110 çıxırıq. 72-yə bölürük 35 dərəcə. Digəri də 35 dərəcə eləyəcək. BDC 110 deməli, bunun içəridəki daxili bucağı 70-dir. O zaman burada 70 dərəcə olur. 70 dərəcə. Toplasaq 140, 180-dən 140 sanda bura 40 dərəcə olacaq.
40, 35 eləyəcək 75. Bizdən isə deməli ASE bucağını istəyir. Yəni buradakı bucağı istəyir. 180-dən 75 çıxanda cavab 105 dərəcə olur. E variantı. AB qarşılıqlı tərs ədədlərdir. Deməli hasilləri 1-dir. Məxrəcdə AB hasilləri 1-dir. Ona görə birbaşa 4 yazırıq məxrəc. BC əks ədədlərdir. Deməli bunların iki misillərinin də cəmi əks ədədlər olacaq. Əks ədədlər olacaq ki, özü cəmini tapanda 0 eləyəcək. Deməli yerdə qalır 5AC bölünsün 4-ə. İndi nümunə ilə göstərək. Tutaq ki, A ilə B qarşılıqlı tərs ədəddir. Biri 5-də 1-dirsə, o biri 5-də. Bu olsun A, bu olsun B. İndi B ilə C əks ədədlər olduğuna görə bu olacaq mənfi 5-də 1. İndi A ilə C isə olacaq hasilləri mənfi 1. 5 ilə mənfi 5-də 1 vuranda mənfi 1 eləyəcək. Deməli sürət mənfi 1 vurulsun 5, məxrəc 4, böləndə isə olacaq mənfi 1,25. A variantı. A-nın isə natural qiymətini ifadə şərtini ödəyir. Deməli, hər birinin məxrəcini 28-ə gətiririk. Olur 7. Birincinin sürəti. Sürət olacaq A. İkincidə isə olacaq 12. A-nın ala biləcək qiymətlər 7 ilə 12 arasındadır. Neçə natural qiymətini soruşur? 8, 9, 10 və 11. 4 dənə. Deməli, AC parçası CD parçasından 5 dəfə uzundur. Deməli, bura bir x desək, bura bütövlükdə 5x olacaq. Sonra B nöqtəsi AD-nin orta nöqtəsidir. Deməli, AD ümumilikdə 6x-dır. B orta nöqtəsi olduğuna görə bura 3x olacaq. O zaman burada 3x-dir. Və 3x-dan x çıxanda bura 2x-dir. Bizdən istədiyi BC-nin AB-yə olan nisbəti. BC 2x, AB 3x. Bölürük bunları bir-birinə, x-ları götürürük. Cavab qalır 2-nin 3-ə. B variantı. Qatay 2 stansiya arasındakı məsafənin 17-də 8 hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün 4 km getməli idi. Deməli, 17-də 8x üstəgəl 4 bərabər olacaq x böl 2. Buradan bizdən istədiyi stansiya arasındakı məsafə neçə kilometrdir? X böl 2 çıxılsın 8x böl 17 bərabər 4 olur. 7, 12, 34'e vursaq hər tərəfi olacaq 17x çıxılsın 16x bərabər 4 vurulsun 34. Bunların fərqi x eləyir. Deməli x ilə 4 vur 34-ə bərabərdir. 34 4-ə vuranda 120, 136 eləyəcək. C variantı. Keçək növbətiyə. AB naturalləri 7-yə böləndə qalıq 4 alınır. Deməli kvadratın böləndə 7-yə 4-ün kvadratı birinci 16 olacaq. 3-ü 4-ə vuruq 12. 8-i 4-ə tam bölündüyünə görə 0 götürürük. Bunların ikisinin cəmi 28 edir. 28-də 7-yə tam bölündüyünə görə deməli qalıq 0 olmalıdır. Baxaq bir də. A natural ədədini 7-yə bölüşdə qalıq 4 alınır. Kvadratını tapanda deməli olacaq 4-ün kvadratı 16. Sonra A-nı böləndə 7 alınırsa 3-ə vururuq. Deməli olur 3 4-ün 12. 8-i 7-yə böləndə üzrə sonra 8-i 4-ə bölmüşük. 8-i 7-yə böləndə qalıq 1 eləyir. Deməli bunların cəmi bizə verəcək 29-u. 29-un 7-yə bölünməsindən alınan qalıq 1 edir. AB natural ədədləri üçün əbobu 15, əkobu 120. Deməli biz A ilə B-nin hər bir naturaldır. Hasilini tapanda elə əbobu əkobu vururuq. Yəni A ilə B-nin hasili 120 vurulsun 15-dir. 120 2-nin kubu vurulsun 3 vurulsun 5'dir. 15 3 vurulsun 5'dir. Bunların kvadratı olur. Bizdən istədiyi natural bölənlərin sayını tapın. 3-ün üstünə 1 gəllik 4, 2-nin üstünə 2 gəllik 3, 2-nin üstünə 2 gəllik 3, hasilləri 36. Cavab 36. Kəsişməsi boş olmayan, deməli hər hansı bir A çoxunda B çoxunda ən azı bir dənə elementi var. Və BA fərqinin ən çox elementini soruşsa, onda kəsişməsini də 1 götürürük. 22-dən 1 çıxırıq, yerdə qalır 21. Cavabımız 21. 5,1'in tam hissəsi 5'dir. Mənfi 4,3'ün tam hissəsi 0,7'dir. Bunların cəmini tapanda cavab 5,7 edəcək. Sonra keçək növbəti sualımıza. Deməli, növbəti sualımızda bizə verir ki, perimetr 54'dür, AC 24'dür. AC 24'dür, perimetr deməli 54'dən 24 çıxırıq 30, 2 ilə bölük 15, 15'dir. Deməli BD ağırlıq mərkəzinə keçdiyinə görə bu tən bölən, daha doğrusu medianların kəsişmə nöqtəsidir, həmçində tən böləndir. Ardınca BC-nin uzunluğunu tapmaq lazımdır. Böləndə bu hündürlük olacaq. 12, 15, 225'dən 144 çıxsaq 81, BD 9 olacaq. BD 9 olacaq. BC də BD-nin 3'də 2 hissəsidir. 9'u 3'də 2'yə vuranda eləyəcək, deməli 3, 2, 6. Cavabımız 6.
Üçbucağın 1, 2, 3 bucaqları 1, 2, 3 nisbətində olan üçbucaqda deməli toplasaq 6, 186-ya bölsək 30, hər birinə vursaq olacaq deməli 30, 60 və 90. Yəni düzbucaqlı üçbucaq. Əgər bizə verir ki, kiçik tərəfi 8 isə buranı 30 götürək, buranı 60 götürək. Kiçik tərəfi 8-dir deyirsə, o zaman böyük tərəf 16 olacaq. 1-ə A olacaq. Sonra başqa digəri yoxdur. Böyük tərəf 8-dir deyirsə, o zaman kiçik tərəf olacaq 4. Kiçik tərəf 4 olacaq. C variantda yazdıq. Sonra bizə əlavə nə verir? Deyir ki, böyük tərəflə kiçik tərəfin fərqi. Böyük tərəflə kiçik tərəfin fərqi ilə bizə kiçik tərəfi verir. Bura 16 isə bura 32-dir. Deməli kiçik 16, kiçik 16, böyük tərəf 32. D ilə B. Bu qədər. Keçək növbətiyə. Düzbucaqlı şəklində olan sarı karton ədəd oxu üzərində -1, 3 aralığında verilmişdir. Bu düzbucaqlı ədəd oxunun üzərində 2 vahid sağa sürüşdürəndə A olur. Deməli 2 vahid sağa sürüşdürürük. Bu A-nı verir bizə. Ardınca keçirik növbətiyə. Deməli 1 vahid sola sürüşdürdükdə isə bu bizə B-ni verir. Bizdən istədiyi bunların kəsişməsini. Deməli, kəsişməsini tapmaqdır. Diqqət edək, 2 vahid sağa sürüşdürdük. Oldu 1, 5. Sonra 1 vahid sola sürüşdürdük. Oldu -2, 2. Bunların kəsişməsi üst-üstə düşən hissəsi budur. Bu da bizə 1, 2 aralığını verəcək. Sonra keçək 29-cu sualımıza. 16 nəfər Çinli, 24 nəfər Türk turist qrupunda türklərin 75%, Çinlilərin 25% fransız dilini bilir. Türklərin, yəni 24-ün 75%, 4-də 3-üdür. 4-də 3-ə vuranda eləyəcək 6 üçün 18. Çinlilərin 16 nəfərin 25%, yəni 4-də 1-i fransız dilini bilir. Daha doğrusu 16-nı 4-ə bölürük, 4, 1-ə vururuq 4. İndi bunları toplasaq ümumi 22 nəfər fransız dilini bilir. Amma ümumi 16 ilə 24, 40 nəfər ümumi turist var. Neçə faiz deməli bütün turistlər neçə faiz fransız dilini bilir? 22-ni 40-a bölüb 100-ə vurmalıyıq. 22-ni 40-a bölüb 100-ə vursaq cavabımız edəcək deməli 22-ni 40-a bölürük, vururuq 100-ə. 55. 55%. İsbat edin ki, deməli, üçbucağın B tərəfinin daxili bucağı ilə C tərəfinin xarici bucağının tənbələnlər əmələ gətirdiyi A tərəfinin daxili bucağının dərəcə ölçüsünün yarısına bərabərdir. Yəni, diqqət edək bir şey. Tutaq ki, bura bir Y deyə, bura bir Y olsun, X deyə, X olsun. Ardınca nə edirik? Bizə göstərir ki, deməli, C-nin C təpəsindəki xarici bucağın tənbələn əməliyyatı gətirdiyi bucaq A təpəsinin daxili bucağın dərəcə ölçüsünün yarısına bərabərdir. Deməli, C təpəsindəki xarici bucağın isbat edin ki, üçbucağın B təpəsindəki daxili bucaq ilə C təpəsinin xarici bucağın tənbələn əmələ gətirdiyi bucaq A təpəsindəki daxili bucağın dərəcə ölçüsünün yarısına bərabərdir. Üçbucağın B təpəsinin daxili bucağı ilə C təpəsindəki xarici bucağın tənbələnlərinin əmələ gətirdiyi bucaq. Yəni, baxın, diqqət edin bu bucaq. Buranı bir alfa götürək. Deməli, buranı bir alfa götürsək, deməli, bu bucaq A təpəsinin daxili bucağın dərəcə ölçüsünün yarısına bərabərdir. İsbat etmək lazımdır ki, alfa bunun yarısına bərabərdir. Yəni, bura 2 alfaya bərabərdir. Gəlin, belə bir hesablama aparaq. Tutaq ki, buradakı bucağı axtarırıq. Buradakı bucağın qiyməti bizə nə verəcək? Olacaq Y-lərin cəmi üstəgəl 2 alfa. Deməli, bura olacaq nə yazırıq? Bunlar Y olduğuna görə 2Y çıxırıq X-i. Bura təpə nöqtəsinə bir K desək, BKS üçbucağında bu bucaq olacaq 2Y çıxılsın X. 2Y çıxılsın X-in qiyməti nəyə bərabərdir? Y ilə alfanın cəminə. Buradan alfanı tapsam, 2Y çıxılsın X çıxılsın Y-ə bərabərdir. Yəni, Y çıxılsın X-ə bərabərdir. Alfanın qiyməti. İndi gəlin, deməli, baxaq,
BA K3 bucağına. Buradan da 2y çıxılsın x-in qiyməti bərabərdir 2 alfa plus x-ə. 2 alfa plus x-ə bərabərdir. Buradan da 2 alfanın qiymətini tapsaq, olacaq 2y çıxılsın x, çıxılsın x. Yəni 2y çıxılsın, deməli, 2x olacaq. Bu da bərabərdir 2 vurulsun y çıxılsın x olur. İndi gəlin bir şey deyək. Bu bucağı fərz edək ki, başqa bir adı ilə göstərək. Buranı bir başqa adı ilə göstərək. Bucaq D olaraq göstərək. 2 alfanın yerində isə bucaq A-nı göstərək. O zaman burada da bucaq A olur. İndi diqqət edək ki, biz y çıxılsın D-nin qiyməti, y çıxılsın x-in qiymətini bucaq D tapmışdıq. Bu bərabər olacaq 2 vurulsun bucaq D-yə. Doğrudan da bucaq A-nın qiyməti, ayrıca yazaq ki, bucaq A-nın qiyməti 2 vurulsun bucaq D-yə bərabərdir. İsbat etmiş olduq. Əlimizdə uğurlar deyilir uşaqlar. İnşallah növbəti imtahanlarda görüşərik.